dünənə kimi özün şahid olubsan, görürsən. Dünənə kimi hamı bizi ələ salırdı filan idi, bozgülərdi, nədir bozgülər? Avropanın xoşu gəlmir. Baş xoşu gəlmir ki, başın suvas olsun. Məndən xoşu gəlmir. Özləri itdən, pişikdən, atdan, qatırdan filandan. Biz bir dənə böyük millətin demək ki, simgəsidir. İndi, amma bu millədə bir dənə şapalaq vurdu o qızlar, o cavan qızlar, o əzizlər. Onun hamı da qalır. Kim görəsən bunları? İran adlanan yerdə bir dəfə. İçindəki milli ruh. İran adlanan yerdə bu İslam inqilabından qabaq Məhəmməd Rza sakit, hər şey yerində, şah-şahdır, ququş da oxuyur, kef-kefdir, hamı simir. Lafdan bir də gördülər ki, bir il bu inqilabdan qabaq Təbriz yandı, banklar yandı, hər şey. Biri də şah çıxdı dedi ki, bunlar komünistlərin işidir. Vallahi aslında ki, xaricdən gəliblər. O birisi də yox, şahın öz işidir. Hamısı qaldıracaq. O millət idi. O millət idi ki, şuuraltı qalmış deyirsən, cinayət yaradıbsan burada. Və bu gündə də Azərbaycanda da bu millət bilir Kürdü kimdir, bilir Mallacığazı kimdir. Gördün necə qaçdılar, Kürdlər yox oldular, toz qaç. Bə dedim, sən Urumiyədə soğunluqsan, bə niyə qaçdın? Sözün vardı, gəlib deydin də. Yoxsa Klaşenkovu burada gizlədəcəksən. O barada minanla burada gizlədəcəksən, sonra gələcəksən, verəcəksən o qızları qabağa, ninaşdan oynayacaqsan. Zəncinə azadi deyərək gəldi, edirsiniz ki, İran adlanan yerə qadınlara azadlıq gədirirsiniz. Başını duvara vurursunuz ki, öz Kürdləri, o qadınları, qızları qırmıyız hələ. Sən lazım deyil biz azad. Bu qadın Türk dünyasında həmişə azad olubdur. Və həmişə də azad. Ona görə də bu gün bilirlər ki, bu İran adlanan yerdə bir zərrə silkələnibsə, külli millətlər də, xanım, mən görüşürəm. Demək ki, ərəblərlə də, bəluslarla da, türkmənlərlə də, mənim Kürdlə heç vaxt. Kürdü mənim bəbəklərimi öldürən. Mənim demək ki, bugün toprağıma gözünü tikən. Niyyətlərini bilir hamısı. Mən demirəm, düşmanın gəlin buralarına sağ. Yox. Amma deyək ki, addımızı demək ki, dəngə atmırsınız. Tehran rejiminin quzağına oturursunuz, başqa yerləri. Türkiyəni qarışdırdınsa, Türkiyə qarışsansa, mənə qarışsan. Və bu günləri Azərbaycanın güneyində də, Batıya Azərbaycanda at oynada bilməzsiniz. Bunu millət bilir. Millət də cavabını verir. Millət bilir, sən o dağlardan qaçaq çay gətirəndə, tuman köynək gətirəndə içində silah gətiribsən. Və bu da görünür. Yoxsa gələcəksən, halay çəkəcəksən, Fars televizyonları, xaricdən görürsən, bayramdır, Novruzdur, nə qəşəng halay çəkir qadına, keyfdir ki, bunlar. Saçları elə deyil, hazırlıq görürsünüz. Amma Azərbaycanın güneyində dünənləri demək ki, Sulduzda bu Kürdlərin yaratdığı cinayətlərin il dönümü idi. Siz orada xanım, onların məsələsi mən o dönəmi yaşamışam. Amma hələ indi durub oxuyarsan, hələ də gizlədirlər. Gör nələr gətiriblər bu millətin. Onların üzünü o vaxt gör. Onların üzünü vaxtı ilə şəxaqlar kimi Təbrizə girəndə gör. Gör bunlar nə qədər cinayət şeylərdir, nə qədər rəmzi. Yox, indi də elə çıxıblar da elə biri də xəstələnib Türkiyədə. Biz çox insan sevərik. Elə deyildi. Elə deyildi. Türkiyədə sokaklarda qırdı cozuqları. Ondan sonra da adamlara, hocalara, qızlara, qadına, özünkilərə rəhm eləməz. İndi o cavan olubdur, demək ki, məzlum olubdur. Elə söhbətlər yoxdur. Biz də hazır olmalıyıq. Hazır olmalıyıq. O deyir ki, biz keçib gələcək Ərbildə bomba qoyacaq. Elə söhbət deyil. Məsələ burada hazır olmalısan ki, deyirsən ki, bunlar sabahlar olub. Azərbaycanda dəfələrlə bunu eləyiblər. Çünki niyə? Bunların arxadan, bunların belinə əl salan, bunlara fitva verənlər var. Bunlar da bir dənə zıqqılı xeyirlərinə görə belə demək ki, qanaları da demək ki, quyuya salarlar. Ona görə də bu günləri, bu hərəkatda indi siz deyirsiniz, ay adı gətiririk, adı nədir, siz demirəm, misal üçün. Ay adı nədir, bu Pezeşkiyan, bu Fuzvəndiyan, quşqondurmazı gətiririk Azərbaycana. Yoxsa Rəfsəncan da gəldi, getdi, bütün zərərləri ilə 7 rayonumuzda dalıca getdi. Əhmədi Nəcad da gəldi, getdi, sonrasından Kuptagondan, heroindən, qazadan, silahdan doldurdular filana, sonrasından o birisilər də o cür. Axırda da Azərbaycan prezidenti gəldi, adı nədir, Rohaniyə, özü dedi və sonra da bu rəisiyə. Sonra da rəisinin zadı qaldı bizim əlimizdəki, gedib Azərbaycan sərhədlərinə, indi bəlli olub, gözləri öldürüblər. İndi o bir-birinin üstünə atırlar, yüksək səviyyədə. Atırlar İsrailin üstünə, sonra indi bir-birinin üstünə atırlar ki, orada adam istəymiş ki, Xamene'nin yerinə otura, ağzından qaçırıb, tez başdan eləyiblər ki, filan da bu demək ki, ağzının sözünü dağıdır filandır. Azərbaycanın üstünə atırdınız. Onlardan bizə nə xeyir gəldi ki, bu adam hələ olar, özü hərəsi, adam yiyən, hərəsinin ətrafı. Baxın, o da Rohaniyə. Rohani indi 4-cü xət yaradır. 4-cü akın yaradır. Ağzı açılıb gəlib götürərsən, dəstələniblər, şaqqalanıblar, gün keçdikcə şaqqalanıblar. Ona görə də bu günləri Azərbaycana ay filan kəs gəldi, filan olacaq. Gəldin nə olar? Gəlsin Azərbaycana, Əhmədi Nəcada da burada 8 növ pulov verdilər. Bizləri də sokaklarımızda, küçələrimizdə sürüdülər, qəşərdə tapdadılar, apardılar özümü də, pasportumu da değişdilər. Ondan sonra, amma mənim dövlətimin baş sağ olsun. Dövlətimdir, değişəcək. Mənim fikrimcə,
Amerikalıların belə silah gətirirlər. Belə demək ki, ətrafı vururlar. Ondan sonra belə filan. Mənim fikrimcə ki, Amerikalıların demək ki, başqa bir siyasətləri də var. Və belə də ki, Trumpı da bağışlayın, Netanyahunu Amerikaya sürətlə çağırmaqla və Netanyahunu başa salmaqla ki, demək ki, İsraildə də deyirlər, biz belə iş görürük. Əsədi qaçırtdıq, o aradıq, dörd döyləni vurdıq. Belə filan, ondan sonra Netanyahu dünən də dedi, deyəsən sabah bir gün nə ki birini sabah. Sabah da demək ki, onların da özəl demək ki, görüşləri var Nazirlər Kabinetində. Neftali Bennett indi mümkündür hakimiyyətə də o gəlir. O indidən deyir, qabaqdan da deyir ki, məhv eləməliyik bunları. Hamısı deyirlər. Yəni İsrail də zaten pensiya gələn Beniqanı istəyir ki, hökman əlan vurmalıyıq. Yəni İsrailin özündə də Netanyahu da istəyir ki, əgər bu çətinliklərdən qutara, çünki Qəzza məsələsində ağıra yetirə bilməyib, orada o girodakılar yerindədirlər, bu məsələdən qurtarmaq üçün bu işi bitirməlidir. Bu işi də mən götürmüb, dünən də danışırdı, yine danışır. Məsələ budur ki, deyirsə ki, bəs Trump'ın qulağına nə deyib ki, və filan deyib. Bunlar da istəmirlər ki, Trump'la üz-üzə gələlər. Amma deyirsən ki, bir məsələ var. Ki, əvvəl bunların dövrəsini boşaldaq, bunları tamam öz içində bədnam, öz içlərində, topu yatılar öz içlərinə. Ondan sonra deyək ki, o zaten gələndə odur ki, Netanyahu dedi, bağışlayın, Trump keçən həftə dedi ki, demək ki, biz bu işi özümüz görürük, kimsə də bizə ağıl verə bilməz, bizim ağlımız özümüzdədir, amma İsrail istəyəndə yəni vura bilər. Deyirsən, düz deyir. Niyə belə bombi sən İsrailə nə qədər yollayırsan, belə bombalar? Kimin üçündür? Gəlir, dolub İsrailə və özləri də təəccüblədilər ki, yəni İsrail siyasətini mən bir türlü izləyirəm, baxıram, görəm mətbuatına zada, görürsən, yox, bir məsələ var burada, bundan bir çıxış olur və Trump da öz ətrafını darısqallaşdırır ki, filan deyirsən ki, burada bu adam bu siyasətlə getməyəcək, bu neyiniyər, buradan çıxış yolu nədir? Buradan çıxış yolu nədir? Və məsələ budur ki, hətta bu günləri belə oldu ki, İraq baş nazirini, demək ki, Sudanını məcbur elədilər ki, birbaşa, demək ki, Colanını orada qəbul edəsin. Colanı yəni Bağdaddadır. Və dünənləri Həşədil Şəbi hamıza deyir, Colanı gəlsə, Tehran rejiminin hamısı qurmacaları, adam deyir, Colanı gəlsə bura, Şəkərə bura gələ, ha, Bağdada. Amma gəldim. Bağdad bu günləri Amerika oturtdu orada, dedi, burada da oturacaq, onlara dedi, hamıza vuraraq. Vuracaq da. Və demək ki, burada demək Tehran rejimində day nə Yaman adı çəkir, nə Bağdad adı çəkir, nə demək Suriya adı çəkir filan filan. Gedib indi Afrikada gedib həmin proksilərin bir dəstəsini deyəsən silahlandırır, tez bildilər. Dedilər Saharada sən orada bir dəstəni silahlandırırsan və yaxud demək ki, İraqda demək ki, orada bir deyə füzə verirsən, tez bildilər. Dünya o qədər kiçilib ki, füzə verirsən. Məsələ buradadır. Görürsən ki, indi İran adlanan yerin mətbuatında belə gedir. Vəzirləri yazır, qələm əhliləri yazırlar ki, bu rahatlıq olmaz axı. Bu sahəyə, bu rahat ol, quzu Romaya gedəsən, qaydasan, sonrasına fırtana yaran İran adlanan yerdə hamı Xameneyə sövgüş verir. Sövgüş verirlər. Yəni, bu 2-3 həftə içində elə bil ki, yer göyə gəldi, göy yerə getdi. Demək ki, bir dəfə də burada söylədim. Yəni, bu danışıqlar başlayandan bəli. Danışıqlar başlayandan ki, birdən-birə 180 dərəcə adam qaldı ora filandan, ta bu həftə çıxdı. Dedi, hətta nə də onu desən, nə oldu, sən ayrı şey deyirdin. Əslində, Azərbaycanla da münasibətləri elə tam düzdür, miqyasla müqayisə eləmək bəlkə kimlərsə doğru görməzlər, amma Azərbaycan Respublikasından İran münasibətləri də faktiki olaraq eyni, yəni bir qədər altdan almaq müstəvisinə keçir. Niyə? Çünki İran hər vəçlə Azərbaycanın Çinə vurdu, gördü ki, yox, bu sındıra bilməyəcək. Azərbaycana hər zaman yavaş-yavaş prezidentini də göndərir. İran adlanan yerdə kimsə hakimiyyətə gəlsin, istəsinlər ki, demək ki, hər nə eləyir, malla gətirsinlər, nə bilim, xaricdən, həmişə Azərbaycandan çəkinəcəklər. Bu 100 ildə belə olubdur. Sovet dönəmindən də belə. Həmişə Azərbaycandan bir qorxu. Kimsələr göyə gedə, yerə gedə. 40 milyon Azərbaycan türkü var güneydə. Və genel İranda hər yanda türk vardı. Və bunlar da bundan qorxurlar. Düzdür, üstündən keçirlər. Ondan sonra elə bir görür. Sən gördün, yox. Sən də gördün, yox. Mən də görmədim, filan gördüm. Elə belə demək ki, yalandan da... Amma bütün siyasətlərini yavaş-yavaş o məsələyə köklədikləri göz önündədir. Amma heç vaxt Azərbaycandan əl çəkməyiblər. Sonrasından demək ki, o proksidir. Bağdadda başqa cür işləyir, İraqda. Livanda başqa cür işləyir. Burada başqa cür işləyir. Burada Hüseyn bahanəsi ilə, Əli bahanəsi ilə Nöhəxanları, Şinavuranları, Məhərrəm günlərində bax, dedim birdən-birə, sən güneyli olaraq sabah çıxır burada, yadında olsa yadızdadır. Vaxtilə biz burada zal tuturduq, Şəhriyə, Bağışdon, Səttarxan, ondan sonra adı nədir, Pirşəvəri, ondan sonra tədbirlər qoyurduq, bütün prezidentlərin dönəmində. İndi onu sən eləyə bilməzsən burada. Amma bu günləri durursan ki, Əli ibn Əbi Talib adına sən bir dənə zal tutursan, 1000 nəfər, 2000 nəfər, 5000 adam yığılır orada, Əli desən görə ki, siz bilirsiniz, yəni, bilmirlər nədir. Hüseyn deyərək deyirsən ki... Yaxşı, Həzrət Əlini də anladıq, İmam Hüseyni də anladıq. Azərbaycanda mən buradan xüsusi xidmət orqanlarına, polisə səslənirəm. Azərbaycan vətəndaşları baxıram ki, uşaqları da yığıblar Xamneyinə ad günü keçirdirlər.
nə bilim İndi düşmənlərə ölüm. indi əfəndim mən səndən Yəni hara baxır bu ölüm? Mən onlara səndən soruşum. Əli, Təhlükəsizlik Həzrəti orqanları. Əli yaşayır. Bizim Həzrəti Əliyə qarşı bir saygısızlıq filan Yox, söhbəti yox, deyil. yox. Dünyada Budist var, dünyada şamanist var, Hristiyan var, Yahudi var. Avropanın hamısı Hristiyan özlərinin işindədir. Amma burada o söylədiyi öz Əli aşiqləri, Hüseyn aşiqləri, Xameneyi qoşunları, sabahları bu irticasi və bu İran adlanan yerdə olan demək ki, rejimin və onun demək ki, bu günləri sinə vuranlarıdır, sabah oxuranlarıdır. Mənim təcrübəm var bunda. Məhəmməd Rıza elə bilirdi ki, demək təhlükə buna o İran adlanan yerdə olan Sovetə bağlı, Sovet casusları, KGB-nin adamları filan ondan gələcək. Odur ki, başladı onlardan qırdı, amma mallalardan demək ki, gözünü yumdu, mallalarla demək ki, yumuşaq keçindi. Bir vaxt aildi gördü ki, mən demək ki, adı nədir, mallalar bətvərəni tutdular qəşək. Götürdülər Air France-la da qoydular ora, bu qaldı şişmat. Salam, hər vaxtınız xeyir olsun. Prime TV-nin əziz izləyiciləri, Turan masasından hər birinizi salamlayırıq. Əziz dostlar, bugün aprel ayının 21-i 2025-ci ildir. Öncədən anons etdiyimiz kimi axşam proqramımızın qonağı Güney Azərbaycan Demokratik Türk Birliyinin başqanı hörmətli Əjdər bəy Tağzadədir. Əjdər bəy Azərbaycandadır, vətəndədir və sağ olsun ki, dəvətimizi qəbul edib studiyamızdadır və biz onunla bütöv Azərbaycanı məşğul edən məsələlərdən danışacağıq. Təbii ki, regionda və dünyada baş verən proseslər bucağından da məsələlərə baxacağıq. Sizdən xahişimiz odur ki, proqramı bəyənəsiniz, paylaşasınız, auditoriyamızın geniş olmasına siz də dəstək verəsiniz və bu dəstəyin bizim üçün önəmli olduğunu lütfən unutmayasınız. Əjdər bəy, axşamınız xeyir olsun, xoş gəlmişsiniz. Hər vaxtınız xeyir olsun xanım, xoş gördük, təşəkkür edirəm. Əjdər bəy, ötən həftə biz danışanda Omanda İran-Amerika danışıqları gedirdi və siz o söhbət haqqında, o bəhs haqqında bizə geniş bilgi verdiniz, o görüşdən gözləntiləriniz, proqnozlarınız nədən ibarət idi, onları söylədiniz. Amma indi deyəsən məkan dəyişirlər, o danışıqların ardı necə oldu? Mən bilmək istəyirəm ki, Qərblə İran arasında nələr baş verir? Niyə bu bizim üçün son dərəcə önəmlidir? Təbii ki, 40 milyon soydaşımızın yaşadığı bir ölkə içərisində nələrin baş verdiyi, müharibə gündəmi, 3-cü Dünya Savaşının tez-tez verilən anonsu, fragmental gərginliklər bizi də təbii ki, regionumuzda nələr baş verdiyi ilə bağlı narahat edir. Sizə eşidək, buyurun. Təşəkkür edirəm xanım, düz deyirsiniz. Çünki Omanla görüşdən sonra birincisi, demək orada yer məsələsi söhbətləri İran tərəfindən, İran adlanan yerdə rejim tərəfindən önəmlidir. Çünki özləri də deyirlər və bu günlərdə Xameneyinin ona bağlı olan o qəzetdə Şeyxanəs rəsmi mövqeyini bildirir. Biz de misal üçün Amerikalılarla deyirik ki, üz-üzə danışmadı, onları təhqir eləmişik. Biz də bir yandan da deyirlər ki, sədaqətlə yanaşmaq lazımdır. Yəni, bir yandan deyirsən, təhqir eləmişik, o ilə deyirsən, sədaqətlə danışaq və yaxud deyirsiniz ki, qidalandırdığımız nüvəni gizlədərik, ondan filan edir. Amerikalılar, Avropalılar da bilir, özəlliklə bu ajans bilir ki, bunlar bir oyun çıxardıblar orada. Yəni, bəzi vaxtlarda bəzilərinin ağzından qaçır ki, 6 dənə o bombalardan bunlar ya düzəldiblər, ya demək ki, sonuncu aşamadadılar, belə də. Yəni, nə deyirsən, o toğuq kimi yumurtama ərəfəsindədirlər. Ona görə və yerlər də çoxdur, bunu da bu ajansla Qrosu gildə bilir. O da Qrosu da demək ki, tələm-tələsi keçən həftə qaçdı Tehrana, dedi, mən deyəcəm, raportumu hazırlayıram. Və indi mən qayıdacağım o suala və Trump öz işini görür. Trump bu siyasət deyiləndə məsələdir, siyasətlə biznesi belə hər şeyi qatışdırıb bir-birinə. Və deyəndə də deyir ki, mən başqa cür prezidentəm, mən bu cürə, belə deyir. Və ona görədir ki, hətta özünün demək ki, kabinetində, nazirlər kabineti deyədə bunda, hətta demək ki, mən fikirəm bəlkə gələn həftə Müdafiə Naziri geçdi, istifaya göndərdilər. NATO bağışlı on, Pentagon dəyib bir-birinə, yəni belənizdir. Yəni Amerikanın demək ki, bu ordu siyasətində hesab edin ki, Housilərə, Yəmənə hücum etmədən
Onlar bilirmişlər ki, bu demək ki, Nələr olacaq? yaxın dostları ilə, arvad uşağı ilə o zatda başlayıb danışmağa, plana gest orada özlərindən fərman və yaxud demək ki, Ağ Evin o təhlükəsizlə məsələ ilə məşğul, demək olar zadın sağ əli Tehranın, o da bir başqa belənci zatda əli vardı skandalda. Konqres də düşüb bunların üstünə. Konqres də fürsət gözləyir, Senat da fürsət gözləyir, düşüb bunların üstünə ki, bunlar istefa verməlidir və bir yandan da ami fikri idilər ki, misal üçün də Xarici İşlər Naziri ki, bu adam indi gətiribdi, onu belə kişmat elədi ki, hər şeydə tapşırıb ki, Vitkov da biznes adamıdır və bununla bir neçə illik dostları vardı, New Yorkda tikinti məsələsinə məşğul olublar, ondan sonra yəni bir daşı atır. Dəysə quşdur, düşsə də kimin başına düşsün, ya bu Zelenskinin başına düşsün, ya Ukraynanın, ya İran adlanan yerdə başqa millətlərin nə olsun. Bunun üçün önəmli deyil millətlər nə olur, ondan sonra Qazzada 2 milyon deyilaqlarını köçürdürəm. Demək ki, beləncə bu şaka deyil, beləncə deyil. Və bu günləri ən demək ki, həyəcan içində yaşayan İsraildir. Və bu da İsraildən siz izləsəz mətbuatını, hamısı həyəcan içindədirlər. Amma Zelenskinin demək ki, əhvalatını işarə edirlər ki, Trump'ın otağında, iş otağında, ondan deyirlər ki, biz çəkinməliyik, Trump'la boynuz-boynuza gəlməyək. Lazım deyil bu bizə. Amma o birisi tərəfdən də, burada bir dənə bir şey var. Və bunlar bir şeyi gizlədirlər. Özellikle bu İran adlanan yerde olan rejimle danışıqda çox elə Tehran rejimi quzu gedir və Vitkov da danışıqlarında bu dəfə bunlar yeri dəyişdilər Roma'ya. Dedilər Roma'da oturaq, ondan sonradan yine Tehran rejimi dedi, yox biz filandı, yine qaytardılar demək ki 10 mana Maskata, amma yine sonradan dedilər ki Roma'ya qaytaraq və bəllidir ki bunların başqa kanallarla da danışıqları var və görünür ki indi düzdür, Trump'ın öz nazirlərinin arasında yəni demək ki bəzi yerdə 3-2'yə olur və Vitkov da qatılanda çoxunluq deyirlər ki danışığa güc verək. Amma burada bir şey vardı, burada bir məsələ var. Dəhşətli dərəcədə, yəni misal üçün ağır bombalar. Onlar da demək ki, o nəsurlarını öldürmək üçün da ölüb ki, edibdir ya misal üçün, demək ki, yaxud Ben Laden axtaracaqsan. O bombalar lazımdır hara, yəni İran adlanan yerdə o tikintilər ki, Nətənzidə, ondan sonra Tehranın ətrafında və təzə tapılıb başqa yerlər ki, bəzisi 140 metrə yerin altındadırlar, özləri də deyil. Yəni ora lazımdır. Və bu həftə içində demək ki, hədsiz hesabsız maşınlar İsrailə gəliblər, silah gətirirlər. Çalan silah gətirirlər. Və demək ki, Diego Garcia'dan tutmuş bölgədə hamını silahlandırırlar. Bir yandan demək Filistini Trump vurur. Və bir yandan Yəməni vurur. Bu günlər səhər Yəməni özləri vurur. Özləri məsələn 40 nəfər, 140 dənə uçağına, hər yanı vururlar. Hər yanı sahilləri filanı vururlar. O yandan demək ki, Livanda bu günlərdə gördün, İsrail vurur. Və demək ki, o yandan zadı sıxıntıya qoyublar ki, İraqı ki, yəni Tehran rejiminin koordinatını qırırlar ki, deyirsən, burada bir söhbət ki, nə oldu Tehran rejimi, quzu gedir Tehran rejimi, yəni bu söhbətlər. Yəni, bütün bunlar səbəb ola bilərmi? Yəni, onun bütün çevrədəki güclərini zəiflədiklərinə görə Tehran məcburdur faktiki olaraq danışmaq. İndi elə siz onu çox düz buyurursunuz. Yəni, deyirlər ki, Trump bu gedişat, bu oyunu ki getdi, silahı doldurdu orada, Diego Garcia'dan tutdu, Endonezya, Bağışdan, Cənubi Koreyadan o boyda gəmini, silahları yığdı, tadları gətirdi İsrailə və Diego Garcia dövrəsi tuturdu, Yəməni vurdu, yerindən yeksan eləyirdi. Siz yadınızdadır ki, bir vaxtlar Səudi Ərəbistanla alyansı olan ərəb ölkələri belə vurdular, Yəməndə demək ki, Housiləri bir şey eləyə bilmədilər. Amma burada demək ki, Amerika belə vurur ki, rəhimsizcəsinə və orada demək Tehran rejiminin orada düşərgəsi var. Orada hələ indi həyatda yaşayan ən tanınmış orada İnqilab Qvardiyasından olan ki, Amerika onun başına zat qoyubdur, oradadır. O Abdullah nədir? Oradadır. Ona görə burada bir şey olub ki, bu bölgədə, dünyada deyək ki, bölgədə də siyasəti belə tozanaq salıb ki, Trump. Deyirsən ki, bu işi gördü. Yəni bu sabah nə deməsən gümrük məsələsində Avropanı sıxdı, sonrasından lafdan lafa sonra durdu dedi ki, yaxşı, onda demək ki, İsnad Bakı, yəni o maşa məsələsində Tehran yolladı orada Xarici İşlər Naziri ilə Vitkovi, demək ki, Fransaya, adının üstünə Fransa prezidentini falan, dünənə kimi bunları sıxıb qırtanağını çıxardırdı. Birdən-birə bir yandan nə oldu və bir yandan deyəcək Çin ilə, onda mənlə, Xi Jinpinglə mən ikimiz danışaq.
İkimiz danışaq. Yəni keçən dövrdə yadınızda olsa Kuzey Koreyanın o demək ki adamla prezidentinlə bu getdi ikisi danışdılar. Nə oldu Esad? Getdi keçdi hətta o sınırın qırağına filandı. Yəni Trump'ın özünə adına ki bir zatları var. İndi bunun ay demək ki Trump hansı çətinlikləri var və yaxud hansı planları hazırlayıbdır. Yəni bu silahları toplamaqla ki və ağzından da keçən həftə belə qaçırdı ki, yaxşı biz İran adlanan yerlə, rejimlə danışırıq. Amma bu mənada deyil ki, bütün hər şeylə buna bağlı. Biz əgər bir demək ki, orada bir zad olsa, ayrı cür çıxsa söhbət, İsrail hazırdır. İsrail vura bilər. Netanyahu da dünənləri çıxışında dedi ki, mən 10 ildir bu yolun peşini tutmuşam, bırakası da deyirəm. Vuracam. Vuracam və dünən yox İsrail gündə Tehran rejiminin Xameneyin ətrafındakiler deyirlər ki, məhv eləyəcək biz İsraili. Yahud millətini məhv eləyəcək. Deyirlər, açıq da deyir. Tərəflərin heç biri faktiki olaraq məsələ budur. Amerikada ən əsas məsələ də budur. Amerikada ekonomi silkələnibdir. İndi bu istəyir ki, Mərkəzi Bankanın sədrini götürə filan eləyək ki, Amerikada hər nə eləsənlə demək ki, Clinton Bush'a verəndə dövləti dedi təkcə bir şey gör. Amerikada cəmaatın cüzdanını qoyma arıqlasın. Cüzdan arıqlaza çədir olar. Yəni belə cəmaat gəlib onun kartında pulu olar, Avropada belədir. O əmin olar ki, pulu vardır. Bax filan eləyək. Ona görə də indi zat deyir ki, açıq doların adı düşdü Amerikada da filan. Trump da deyir dolar yox, çox bahalaşacaq, amma sən deyirsən, sən risk eləyirsən, o vətəndaş risk eləmir axı. Və reytingi birdən-birə 52%-dan üzü aşağı demək ki 40%-a, 42%-a filanlara ənəndə və Konqresin səsi yavaş-yavaş başlayıb çıxmağa, media və Trump'ın özünə qarşı o mitinglər ki başlayıb ki, şəhər-şəhər çeşidli məsələlər var. Ona görə də iş o tərəfdən çətinləşəndə Trump demək bir yandan bu silahlar hazırlanıb, Tehran rejimi ilə danışmaq gedir. Lafdan lafa bir dənə yolu qalır. Misal üçün, demək ki, o savaşa əl atsın. Savaşa əl atsın, fikirlərin hamısını ora çəksin. Çünki niyə Ukrayna ölkələrin yəni bu bir siyasətidir. Dünyada belə olub, həmişə belə olubdur və bu da görəcək. Ay bir günə demək ki, Ukraynada savaşı bitirəcəkdim. Ay bir günə Qazza həll olacaqdı. Ay demək ki, filan bir yandan sonra hər şey həll olmadı. Sənə nə Kanadanı verdilər, nə Qreynlandi verə bilərlər, nə Meksika, demək ki, Körfəzi, nə Panamadakı məsələni həll eləyə bilir. Amma məsələ budur ki, İran adlanan yerdə burada belə demək ki, paradoksal bir əhvalat olub. Demək, İran adlanan yerdə bunun yalan olması 70-80%. Bunun gözləyirdi ki, Trump gəlib vuracaq. Demək ki, Netanyahu'dan açıq deyirdilər da, Netanyahu açıq deyirdi, gəlirik, qutaracaq sizi də. Və vurmaqla ən əsası da bu idi ki, rejimin otoritəsi sınacaq, malların otoritəsi sınacaq və demək ki, bunlar vurulandan sonra da demək ki, millətlər qalxacaqlar filan olacaq. Ona görə də İran adlanan yerdə bu parçalanma baş verib. Yəni rejimdən tökülüb taxtlarda və bir yandan Xamenei deyir, hər kəs gedib danışsa, izzəti yoxdur, şərəfi yoxdur. Elə indi öz zatları deyirlər ki, bə sən nə dedin? Bə dedin ki, izzəti yoxdur. Məsələn, mən görürəm də öz adamlarından, xanımlardan dat qoyurlar, yayırlar ki, deyirlər ki, onların imkanları da çoxdur, onlara o internetdə də açıqdır. Xanımlar da mənki qoyub yayırlar ki, bədəyi düz şeylərdir, Qasım Süleymanın öldürən adamla danışmadıq filan elə, onun qızı filan. Onda biz də gedək Livana, biz də gedək onda Yəməndə oturaq da biz də. Yəni öz ətrafından tökülür və bir yandan İran adlanan yerdə o tarazlıq pozulur, ekonomida tarazlıq pozulur, para yox. Bunlar da Amerikalılara deyirlər ki, gizli saxlayırlar və bu dəfə də Romadan qayıdandan sonra keçən dəfə Vitkov biraz orada demək ki, Fox News-da biraz getdi danışdı, sonra onun əksini danışdı, ara qarışdı Trump düşərgəsində, amma bu dəfə danışmadı. Bu dəfə Amerikalılar zatdan çıxaraq, Romadan çıxacaq, birbaşa o zat da DJ Vance da gəlmişdi, oradan görüb qaçdılar, getdilər, indiyə kimi də danışmayıblar. Yəni bu saatdan biz danışırıq, danışmayıblar, nədir? Amma Tehran rejimi əsas bir şey istəyir. Bizim blokada olan, sanksiyada buna, blokada olan zaten paramızı bırakın. O 7 milyar dolar, birinci o 7 milyar dolar ki gəlibdi, ilişibdi, Qatarda ilişibdi, Cənubi Koreyada, onu bırakın. Sonra ki o qalan o pulları ki, çoxdur, pullar ki qalıbdı banklarda, sanksiyalarda filan, onu bırakın, pulu bırakın. Sonrasından da ki, biz demək bir dənə qırmızı yolda xət var. O da nədir? İsrail də onu deyil. Yəni nüvə silahının qıdalandırmasını tamamilə iyisini, cinsini gələ yığışdırasınız. Bu anda Tehran rejimində deyir ki, Vitkov gəlib demişdi ki, 3.6 ona qədər demək ki, qıdalandıra bilərik. Orada bir qaçış yolu var. Keçən dəfədə bundan istifadə edə bilər. Nüvəni qıdalandıra bilərik. İndi 3.6-ya kimi, oktyabr kimi bu 5+1 oktyabr kimi var. İndi Avropada hədələyir ki, biz o maşanı, o isnəbəki yola salacaq. İndi amma Trump düşüb Tehran rejimi tərəfindən Avropaya yalvarır ki, yalandan üzdə deyir ki, onu yola salın da Tehran rejimi çərsiz da oyun oynayırlar. Amma məsələ budur ki,
çağırıb, ada dayanıb deyib eləyərik. Yəni burada o qədər mürəkkəb zad ortaya çıxıb ki, durum ortaya çıxıb. Məsələ budur, Tehran üçün pulu yoxdur. Pul yoxdur indi. Demək ki, hər şey dəyib bir-birinə, pul yoxdur. Pul yoxdur, işıq da yoxdur, su da yoxdur, qaz da yoxdur və millətlər də, insanlar da məsələn deyək ki, o rejimin o dərin adı, qabığı işləyir. Edamlar yerindədir, ondan sonra işgəncələr yerindədir. Yerində, bəli, ona kimi məsələn Urmiyədə də elə hər yandaydı. Edamlar, fəhlələr, etirazlar var elə. Etirazlar, fəhlələr, məsələn bizə bir söz deyəndə deyəcək, siz demirəm, deyəcəklər ki, çünki də Azərbaycanıdır. Təbrizdə millət ayağa qalıb, axı nə oldu o fəhlələr? Biz aldığımız maaşımızı da vermirsiniz, 3 dəfə Tehranda işləyəndən əziyyədir. 3 dəfə bizdən ona çox verirsiniz, hələ bizə heç verməyirsiniz maaşımızla. Yəni bugünkü şüarlardır. Nədən hökumət o tələblərini? Özü tələblərdə də misal edir, bu günləri deməyim. Bir neçə peşə sahibləri demək olar ki, bu günləri Gədsarandan tutmuş, Gədsaran neft hesablatlardır. Neft adında ki, deli par-tapar gedir. Bunlar vermirlər maaşları, bunlar demək ki, alladırlar fəhlələri, fəhlə sinifi filan. İran adına yerdə bir şey təəssüf edən bir şey var. Demək ki, bu Sovetin yeri, demək ki, evi yerinə yeksən oldu, kaş elə hər şey məhv olurdu. İran adlanan yerdə bir dənə Sovet bir oyun çıxartdı. Vaxtında bir dənə Komünist Tuğda Partiyası yaratdı. Demək ki, o girdilər bu fəhlələrin içindən. Yəni, bu gün də hamı belə fikirdir ki, bir yerdə bir dənə fəhlə haqqını istəyəndə də komünistlər gələ komünist. Belə deyil. Fəhlərin düşmanı əsas komünistlər oldular, məhv elədilər filan. Gəldi, gördük də. Elə bilirlər ki, misal üçün belə bir şuur oturduqlar ki, elə komünistlər fəhlə işinə komünistlər baxar, demokrasi işinə bunlar baxar. Boş şeylərdir. O demək ki, küllü dünyada, demək ki, dünyanın işçi haqqıdır, burada nə gəlişmiş dünyada fəhlələr, gəlişmiş dünyada fəhlələrin demək ki, yaşayışına baxın, hüquqlarına baxın, filana baxın. Bir zaman hay tüklü ki, demək ki, İngiltərədə ya filan da bir də federasiyaları geriyə oturtdular da fəhlənin axırına çıxacaq, elə deyir. Ya sağ hökumətlər gəldi, sağçılar gələcək, elə olacaq, xeyr, elə deyir. Hüquqlar yerində, hər şey yerindədir, zaraba deyir. Amma burada bu günləri demək olar ki, birinci növbədə bütün pensionerlər, hamısı demək ki, sokaqlardadır. Hər gün özdə gün keçdiysən, sloqanlar, şüarlar dəyişilibdir. İndi deyək birbaşa dövlətə, birbaşa bəy qadında səhətüzür, sən kimsən filan, pezeşkiyana qarşı, ağızlarına gələn deyil. Əjdər bəy, bir məsələni soruşmasına pezeşkiyana bağlı. Baxın, indi mən yadıma saldım. Yox, başlığı da pezeşkiyan qoymuşam. Dostlar, lütfən baxanlar bəyəzinlər. İranın qərblə danışıqlarında mühafizəkarlarla İslahatçılar arasında fərq varmı? Çünki pezeşkiyan, məsələn, bir neçə həftə bundan qabaq dedi ki, mən sizə təminat verə bilərəm istənilən səviyyədə ki, İranda uran zənginləşdirilmir. Yəni, həddindən, qədərindən artıq, elan olunandan artıq. Qərblə danışıqlarda mühafizəkarlarla İslahatçılar toqquşurmu, yoxsa hamısı mövqeyi eynidir? Yox, məsələ budur, orada çeşidli məsələlərlə bağlı, bunlar hamısı itinən pişik kimindirlər. Yəni, hamısı birbirini didirlər. Və indi də demək ki, gəlib zirvəyə çatıbdır ki, Xameneyi məsələsində. Xameneyin o vəzahəti düşüb, otoritəsi sınıbdır. Öz ətrafındakilərlə və söhbət gedir, demək ki, hamıdan, zindandan tutmuş, zindan İran adlanan yerdə siyasətin böyük parçasıdır. Bir nəfər, bir dənə... Bütün fəallar demək olar ki, ya oradan keçiblər, ya oradadılar. Tanınmış bir dənə livanlı var, çox fırlı adamdır, sonra Amerikada yaşayırdı. Başlamışdı bu Tehran rejimindən neçə illərdir. Bunlarla zümzümə eləmə gəlsin, geçsin, çağırsınlar, milyarderdir. Axır eləndə özü yayılır, BBC-də yayılır. Tutdular mı, bastılar zindana. Sən milyoner misən, sən İsraillə filan, 4 il. 4 il var. Sonra bu adam indi xatirələrində bir dənə yaxşı söz deyir. Deyir ki, mən 4 il orada zindanda qaldım, evin zindanında, döyüldüm, söylüldüm filan. Ancaq bir şey var. O zindanda mən bir dənə cinayətkar adam görmədim. Orada tutulub vurulanlar, qoyulanlar hamısı alicənab, hamısı ziyalı, hamısı savadlı, belədir. Və bu günləri görürsən ki, zindan siyasəti İran adlanan yerdə siyasətdə belədir gəlib də. O zindan içindən tutmuş, ağanın ətrafındakilar, ondan sonra elmli qanatlar filanlar, hamısı da bir-birinə nələr yazırlar, bir-birinə qarşı və Xameneyə qarşı. Xameneyi düşərgəsinə qarşı necə yazırlar. Çünki saqqızı sürüdür. O cür ki, çıxdı deyir, danışıq olmaz, özəlliklə bu Trumpla olmaz və Qasımla filan olmaz ki, filan. Ona görə də burada əsas odur. Nə Amerikalılar fikirlərinə nə çəkiblər, nə Trump fikrini dəyişib, nə Amerika fikrini dəyişib. Əsas elə deyir. Mənim fikrimcə, Amerikalılar istəyirlər, ağanı eləyirlər, lüt-lüfüz, gətirərlər meydanın orada, onda deyirlər, yaxşı, sən Trumpı da istəyirdin, öldürəsən. İndi elə onun qəzetində deyirlər ki, sən Amerikanı demək ki, 45 ildə da canına gətiribsən və bilirsiniz, keçən həftə demək ki, Argentinada o Sebastian, o prokuror,
birbaşa tutulamasını qazıdan hökmünü aldı. Xameneyinin tutulaması hökmü verildi. Hər yanda tutmaq. O da bir yerə sığmır. Amma hər halda neçə illərdir bunlar Amaya məsələsində belə adamı Yahudini qırdılar. 400-dən çox adamı qırdılar. Hər dəfə getdilər Menemə, ondan sonra o başqa prezidentinə para verdilər. O prokuroru getdilər, orada öldürdülər. Üstün bastırdılar, amma elə bil ki, orada elə qan qaynayır. 2 dəfə bu işi görüblər Argentinada. Bir dəfə demək ki, birinci dəfə öldürdülər, üstün bastırdılar, amma bunda olmaz. Sözüm ondadır ki, yəni zaman bunların Avropada, Amerikada xeyrinə getmir. Mənim fikrimcə Amerikalıların belə silah gətirirlər. Belə demək ki, ətrafı vururlar. Ondan sonra belə filan. Mənim fikrimcə ki, Amerikalıların demək ki, başqa bir siyasətləri də var. Və belə də ki, Trump'ı da bağışlayın, Netanyahunu Amerikaya o sürətlə çağırmaqla və Netanyahunu başa salmaqla ki, demək ki, İsraildə də deyirlər, biz belə iş gördük. Əsəbi qaçırtdıq, o aları, 4 dövrəni vurdıq. Belə filan, ondan sonra Netanyahu dünən də dedi, deyəsən sabah bir günlər ki, birini sabah. Sabah da demək ki, onların da özəl demək ki, görüşləri var Nazirlər Kabinetində. Neftali Bennett indi mümkündür hakimiyyətə də o gəlir. O indidən deyir, qabaqdan da deyir ki, məhv eləməliyik bunları. Hamısı deyirlər. Yəni İsrail də zaten pensiya, yəni Beniqanist deyir ki, hökman əlan vurmalıyıq. Yəni İsrailin özündə də Netanyahu da istəyir ki, əgər bu çətinliklərdən qutara, çünki Qəzza məsələsində axıra yetirə bilməyib, orada o girodakılar yerindədirlər, bu məsələdən qurtarmaq üçün bu işi bitirməlidir. Bu işi deyilən götürünü dünən də danışırdı, yine danışır. Məsələ budur ki, deyirsə ki, bəs Trump bunun qulağına nə deyib ki, və filan deyib. Bunlar da istəmirlər ki, Trump'la üz-üzə gələrlər. Amma deyirsə ki, bir məsələ var ki, əvvəl bunların dövləsini boşaldaq, bunlar tamam öz içində bədnam, öz içlərində, topu yatıblar öz içlərinə. Ondan sonra deyək ki, ta o zaten gələndə odur ki, Netanyahu dedi ki, bağışlayın, Trump keçən həftə dedi ki, demək ki, biz bu işi özümüz görürük, kimsə də bizə ağıl verə bilməz, bizim ağlımız özümüzdədir, amma İsrail istəyəndə, yəni vura bilər. Deyirsən, düz deyir. Niyə belə bombi sən İsrailə nə qədər yollayırsan, belə bomb vura Kimin üçündür? Gəlir, dolu İsrailə və özləri də təəccüblədilər ki, yəni İsrail siyasətini mən bir türlü izləyirəm, baxıram, görəm mətbuatına zada, görürsən, yox, bir məsələ var burada, bundan bir çıxış olur və Trump da öz ətrafını darışqarlaşdırır ki, filan deyirsən ki, burada bu adam bu siyasətlə getməyəcək, bu neyini, buradan çıxış yolu nədir? Buradan çıxış yolu nədir? Və məsələ budur ki, hətta bu günləri belə oldu ki, İraq baş nazirini, demək ki, Məhsudanını məcbur elədilər ki, birbaşa, demək ki, Colanini orada qəbul edəsin. Colani Bağdaddadır. Və dünənləri Həşədil Şəbi hamısı demək, Colanini gəlsə, Tehran rejimin hamısı qurmacaları, adam demək, Colanini gəlsə bura, Şəkərə bura gələ, ha, Bağdada. Amma gəlir. Bağdad bu günləri Amerika oturtdu orada, dedi, burada da oturacaq, onlara demək, hamısı vuraram. Vuracaq da. Və demək ki, burada demək, Tehran rejiminə dair nə Yəmən adı çəkir, nə Bağdad adı çəkir, nə demək, Suriya adı çəkir, filan filan. Gedib indi Afrikada gedib həmin proksilərin bir dəstəsini deyəsən silahlandırır, tez bildilər. Dedilər, Saharada, sən orada bir dəstəni silahlandırırsan və yaxud demək ki, İraqda demək ki, orada bir iddiya füzə verirsən, tez bildilər. Dünya o qədər kiçilib ki, füzə verirsən. Məsələ buradadır, görürsən ki, indi İran adlanan yerin mətbuatında belə gedir. Bəziləri yazır, qələm əhliləri, yazırlar ki, bu rahatlığa olmaz, axı. Bu sahaya, bu rahatlığa, quzu Romaya gedəsən, qaydasan, sonrasına fırtana yaranır İran adlanan yerdə, hamı Xameneyə sögüş verir. Sögüş verirlər. Yəni, bu 2-3 həftə içində elə bil ki, yer göyə gəldi, göy yerə getdi. Demək ki, bir dəfə də burada söylədim. Yəni, bu danışıqlar başlayandan bəli. Danışıqlar başlayandan ki, birdən-birə 180 dərəcə adam qaldı ora filandan, ta bu həftə çıxdı. Dedi, hətta nə də onu desən, nə oldu, sən ayrı şey deyirdin. Əslində, Azərbaycanla da münasibətləri elə tam düzdür, miqyasla müqayisə eləmək bəlkə kimlərsə doğru görməzlər, amma Azərbaycan Respublikasından İran münasibətləri də faktiki olaraq eyni, yəni bir qədər altdan almaq müstəvisinə keçir. Niyə? Çünki İran hər vəclə Azərbaycanı Çinə vurdu, gördü ki, yox, bu sındıra bilməyəcək. Azərbaycana hər zaman yavaş-yavaş prezidentini də göndərir. İran adlanan yerdə kimsə hakimiyyətə gəlsin, istəsinlər ki, demək ki, hər nə ilə malla gətirsinlər, nə bilim, xaricdən, həmişə Azərbaycandan çəkinəcəklər. Bu 100 ildə belə olubdur. Sovet dönəmindən də belə. Həmişə Azərbaycandan bir qorxu. Kimsələr göyə gedə, yerə gedə. 40 milyon Azərbaycan türkü var güneydə. Və genel İranda hər yanda türk vardı. Və bunlar da bundan qorxurlar. Düzdür, üstündən keçirlər. Ondan sonra elə bir görür. Sən gördün, yox. Sən də gördün, yox. Mən də görmədim, filan gördüm. Elə belə demək ki, yalandan da... Amma bütün siyasətlərini yavaş-yavaş o məsələyi köklədikləri göz önündədir. Amma heç vaxt Azərbaycandan əl çəkməyiblər. Sonrasından demək ki, o proksiya Bağdadda başqa cür işləyir, İraqda. Livanda başqa cür işləyir. Burada başqa cür işləyir. Burada Hüseyn bahanəsi ilə, Əli bahanəsi ilə Nöhə xanları, Şinə vuranları, Məhərrəm günlərində bax, dedi birdən-birə, sən güneyli olaraq sabah dur çıx burada, yadında olsa yadızdadır.
Vaxtilə biz burada zal tuturduq, Şəhriyə bağışlayan Səttarxan, ondan sonra adı nədir, Pirşəvəri, ondan sonra tədbirlər qoyurduq, bütün prezidentlərin dönəmində. İndi onu sən eləyə bilməzsən burada. Amma bu günləri durursan ki, Əli ibn Əbi Talib adına sən bir dənə zal tutursan, 1000 nəfər, 2000 nəfər, 5000 adam yığılır orada, Əli desəndən görə ki, siz bilirsiniz qəziyyəni, bilmirlər nədir. Hüseyin deyərək deyirsən ki... Yaxşı, Həzrət Əlini də anladıq, İmam Hüseyni də anladıq. Azərbaycanda mən burada xüsusi xidmət orqanlarına, polisə səslənirəm. Azərbaycan vətəndaşları baxıram ki, uşaqları da yığıblar Xamneyinə ad günü keçirdirlər. Nə bilim, düşmənlərə ölüm. İndi əfəndim, mən səndən soruşum. Mən onlara səndən soruşum. Həzrəti Əli yaşayır, bizim Həzrəti Əliyə qarşı bir saygısızlıq filan söhbəti deyil. Dünyada budist var, dünyada şamanist var, Hristiyan var, Yəhudi var, Avropanın hamısı özlərinin içindədir. Amma burada o söylədiyi Əli aşiqləri, Hüseyin aşiqləri, Xameneyi qoşunları, sabahları bu irticaçı və bu İran adlanan yerdə olan demək ki, rejimin və onun demək ki, bu günləri sinə vuranlarıdır, sabah oxuranlarıdır. Mənim təcrübəm var bunda. Məhəmməd Rıza elə bilirdi ki, demək təhlükə buna o İran adlanan yerdə olan Sovetə bağlı, Sovet casusları, KGB-nin adamları filan ondan gələcək. Odur ki, başladı onlardan qırdı, amma mallalardan demək ki, gözünü yumdu, mallalarla demək ki, yumuşaq keçindi. Bir vaxt aildi gördü ki, mənə demək ki, adı nədir, mallalar bətvərəni tutdular qəşək. Götürdülər Air France-la da qoydular ora, bu qaldı şişmat. Və məsələ də buradadır, sabahları bu Azərbaycanda bu adamları yola düşəndə fitva oradan gələcək. Bunun kökü vardı, bunun məsələ vardı. Mən də bir də burada çıxdılar, yadınızda olsa Azərbaycandan çıxdılar ki, dinçilərə qarşı Azərbaycanda represiya gedir. Dinçilərə qarşı burada represiya yoxdur, amma ayıq olmaq lazımdır. Sayıq olmaq lazımdır ki, bu rejim özünü darısqal mövqeyidə görəndə Fars dövlətçiliyi onda bu işlərə əl atar. Əl atar ki, ona görə desən ki, bu günah bu, bilirsiniz nə oldu? Vaxtıyla demək ki, Daesh məsələsi, eşit məsələsi çıxanda nə qədər bizim cavanları, qızları, oğlanları hələ də o da o çöllüklərdə, Kürtlərin əlində əsirdirlər, YPG-nin əlində əsirdirlər. Nə qədər orada Azərbaycanlı var? Bunların çoxunu kim yollayıbdır? Tehran rejimi buradan Şia adı ilə aparıb, sünni elədi, yolladı gedin onların içində işləyin, ölün, qırılın, gətirin. Və bu da qalacaq, gələcəkdə asılacaq. Necə ki, yadınızdadır ki, burada otobus bizimkiləri, qızları, qadınları, cavanlarımızı daşıyırlar. O vaxtlar biz dedik, bunlar aparırlar, aparırlar, yemək verirlər, ziyarətə aparırlar. 15 il, 20 ildən sonra dillər açıldı ki, xanımlar ki, orada Qum şəhərində mallalar dəstə ilə bizi zorlayırdılar. Və demək ki, bizimkilər orada boylu qaldılar. Nədir o, başımıza nələr gətirdilər. Çünki Azərbaycanın namusuna, o ətrafına filana, başına da oyun gəlib, inancına görə gedib, görüb ki, bunlar çox nə qədər rəhimsizlər. Malla kimin rəhimsiz, malla kimin cinayətkar, malla kimin adam yiyən, malla kimin yalan danışan, demək ki, dünyada kəşişlər də var, xaxamı da var filan, din adamları da var, biri də var, din adamları da, düz adamlardırlar. Amma bunlar, bu hakimlər, bunlar heç sada rəhm eləyən deyirlər. Bəli. Bəli. Əjdər bəy, Pezeşkiyanın Azərbaycan səfəri haqqında istəyirəm sizin fikirlərinizi eşidim. Bir sənəd imzalanması gözlənilirmi? Yoxsa ümumiyyətlə bu səfərin məqsədini Tehran mediası necə izah eləyir? Yəni, bu sadəcə bir tanışlıq ziyarətidirmi? Yoxsa bu səfərin konkret iki ölkə arasında tam iqtisadi münasibətlərə hansı təsir olacaq? Yoxsa bu ümumi Türk faktoru içərisində bir prosesdir? Yəni, nə baş verir? Bunu sizdən eşitmək istəyirəm. Azərbaycanda, Azərbaycan Cumhuriyyətində bu məsələnin genişləndirməsi, İran adlanan yerdə prezident seçkiləri, Türk gəldi. Siz inanırsınız ki, mən sizə bunu söz verirəm. İnanınız. Bu günləri buyur siz ikimiz İran adlanan yerdə partiyalar, asıl partiya, azad partiya yoxdur. Amma siyasət adamlarını bu 7-8 ay içində yoxlaya bax. Görə doğrudan da bu adamın, Türk prezidenti kimin, orada belə bu akının bir adı sanı var. Yox deyilən söhbət. Elə söhbət yoxdur. Ay bu Türkdür, Türk kimin gəlir filandır. Amma və ya da söylədir, düz dedir. Amma altdan o siyasəti işlədiblər ki, bilirlər. Bilirlər ki, bu təhlükə Azərbaycandan qalxacaq və qalxır. Siz elə bilirsiniz, orada çıxır demək 140 min nəfər, indi qadınlar da gəlib, o gözəl görsə bizim qızlarımız. Modernitə deyirsən, odur da, bu da. Səninki Bakıda başlayıb, Həsən var, cəyənvəyən salır. Mənimki orada demək ki, oturub ki, görüb, din hüküməti görür, özdə müsəlmandırlar. Özdə Allaha da inanırlar, ateist də deyirlər, filan da deyirlər. Önəmli də deyil, nəyə zadır. Amma bu günləri rejim onu görür, qarşısını ala bilmir.
Görür gəncilik bu tərəf. Bu gəncilik deyə gedir. Yəni sən o dünyada bunu nə qədər qalqasını təcrübə ala edəcəksən? bilmir. Amma bunu üzə gətirmirlər. Üzə gətirmirlər ki, hansı qorxudan və bu adam da qabaq da bunun bir dənə bunların bir senaryosu var idi. Bunlar bir dənə demək ki, dəstədilər, bunlar zümrədilər. Bizim Azərbaycanda da var idi. Elə Azərbaycan bağımsız bərpa etmədən öncə də, sonra da filan. Bunlar dəyişir, dedilər ki, ağa, buradan özünü sakitləşdirər ki, Azərbaycanı yumuşaq yoldan sakit saxlayarıq. Və onu demək ki, bir hissədə oyunu da ala bilərik. Amma oyda nədirsə, indi Xamenei özü də çıxdı dedi. Dedi, sandığa gəlmədi üzrə, yəni. Bunu tək Azərbaycanlıya demədi. Deyək, Küll İran adlanan yerdə sandığa getmədi cəmaat. Amma bu adamı gətirmədə, öz içlərində də, ay orada çıxartdılar, ay Cəlili gəlsə, adam yiyəndir, filandır. Eyni demək ki, xarakterə malikdirlər də, eyni demək ki, bunların keçmişi eynidir. O bahanə idi, ortaya atdılar ki, və Xamenei də artıq dedilər, bir dənə adam, bilək dünənlərinə çıxdı İran adlanan yerdə, mətbuatda ki, bəlli olub ki, bu indiki hakimiyyət, Xameneinin düşərgəsi 2 il bundan qabaqdandır ki, zadına Trumpın ətrafındakilərlə danışırlar. Biz 2 il bundan qabaqdan danışırıq da, Trumpın ətrafındakilərlə. Demək ki, bunlar İran adlanan yerdə kim Amerika ilə tez danışdı, mən danışacağım. Adı nədir? Əhmədinəcad getdi 10 gün Amerikada oturdu, elə mən Amerika ilə danışacağım. Bir yandan demək ki, Cəliligil, bir yandan Laricanilər, bir yandan çeşitli dəstələr, bir zamanda Rəfsəncani. Amerika ilə biz danışacağıq, falan edəcək. Xamenei də 2 ayağını soxdu bir ayaqqabıya ki, İmam Xomeyni də haram elan edib. Biz demək ki, missiya daşıcısı yox, mən dünya müsəlmanlarının, Şia aləminin və Fülüs dünya müsəlmanlarının öndəri, rəhbəri, lideri, fəqihim mənəm. Bütün yüklər mənim sinimdədir, Suriyənin də, Filistinin də, bunların hamısı. Bu cürdə müştəbə olub adama. Adam elə bilir ki, demək ki, Həniyə gəlir, məni qucaqlayıb, əlimi öpür, Xalid Məşəl gəlir, əlimi öpür, ondan sonra filan kəslər gəldi, filan nədir, belə şübhələnibdir. Görün ki, biz Arjantiniyəcə istəyib partladırıq, biz Afrikayəcə partladırıq, filan Şəbabdan tutmuş, nə deyirsən, Bəğdadıdan tutmuş filanla, demək ki, Əfqanistan'a. Ona görə də, amma Azərbaycanda, Cumhuriyyətdə, deyizləniyə bunlar belə işlərə çox əl atmadılar. Azərbaycanda bunların qorxusu var. Qorxusu da nədir? Bir Azərbaycan dövləti, Azərbaycanda hətta demək ki, istiqlal bərpa olandan bir yana, Azərbaycanda dövlətdə, hakimiyyətə gələnlərin çoxu ayıq olublar bu məsələdə, ayıqdırlar. Azərbaycan dövlət doğrudan ayıq düşür bu məsələdə. Çox da zamanında hərəkət edib, etap, həm savaşlar dönəmində, erməni ilə təcavüz dönəmində, həm də ki, indiki məsələlərdə Azərbaycan çox əzadlıdır. Bu, Hamas məsələsi, Qaza məsələsində Azərbaycana o qədər sıxıntı gəldi ki, hər tərəfdən Azərbaycana sıxıntı gəldi ki, və day nə deyirsən, day filan oldu, İslam dünyası əldən gedir, gəl, harada qaldı filan. Azərbaycan dövləti təhləndi və dayandı. Dayandı. Azərbaycan dövləti İsrail dövlətinin gözünə, qarşına aşıq deyil. Bu dövlət siyasətidir. Dövlətin demək ki, gələ demək ki, işini özü qura və demək ki, sənlə də salaməlik eləyən filan da necə ki, 44 günlük savaşda prezident o mətbuat azadında birisində dedi. Dedi, nəyə hakim salırsınız? Biz İran adlanan yerdən də silah alırıq, Cənubi Afrikadan da alırıq, İsraildən də alırıq, Rusiyadan da alırıq və filan yerlərdən də alırıq. Yəni bu günlərdə deyək ki, diplomatik və baxmayaraq buna ki, səfir rejimizə, bunu da prezident də deyir, teröristi hücum eləyibsən, konsulumu öldürübsən, ondan sonra demək ki, ondan qabaq başqa erməniyə kömək eləyibsən, hər zaman da kömək eləyibsən, bu da aşkardır, bəllidir, özünüz deyibsiniz. Ona görə də bu günləri bu adamın da demək ki, orada götürülməsi, demək ki, həm biraz oy gətirsin, Azərbaycandan oy aparsın, Azərbaycanda milli hərəkata, xahiş edən buna diqqət edəcəksiniz. Azərbaycanda milli hərəkata arxadan bir dənə demək ki, bıçaq vurdular. Və bu son günlərdə görüşdü. İndi çıxırlar bunun düşərgəsi Tehran rejiminin fitvası ilə, Bakıda da bəzi məmur cihazların fitvası ilə, Rus KGB-sinin qalıntıları ilə demək ki, çıxırlar ki, İran adlanan yerin bütövlüyünü qoruyaq, İran adlanan yerdə demokrasi. Demokrasını sən kiminlə gətirirsən? Kiminlə? Sekularizmi sən kiminlə gətirirsən? Hamız mühümmatçı, irticacı, dinin də mahiyyətini bilmirsiniz, ondan sonra sekularizmi də və dünyavisiligin də. Bu Azərbaycanda, açığın deyim sizə, Azərbaycanda sekular deyəndə Özbəkistanda prezident, hamı burada ağzına su aldılar demək. Çox adam bildi mənasını nədir? Nə mənədir bu dünyavisilik? Bu cumhuriyyət o əsasla qoyulub. Orada kim gətirəcək bu cüzdadı demək ki, dünyavisilik İran adlanan yerdə? İnsanları hələ asırlar. Asırlar, bu qadın haqları siz bilirsiniz ki, İran adlanan yerdə Urumiyədə tez-tez deyək, çünki lap göz qabağındadır. Urumiyədə də İran adlanan yer, baxın, biz millətçiyik, Türk millətçiyik, adam yiyən deyirik biz. Biz çağdaş, müasir, ondan sonra dünya ilə gəlişmiş, dünya ilə qaçan millətçilərik biz. Bizim demək ki, o 100 il içindən də bəzi artıq platformamız var. Bizim ulularımız, öndəcənləri bunun hamısını sızıblar. Hansı alyansın içindəyik biz? Heç vaxt biz Rusiya ilə getməmişik.
Heç vaxt bu Azərbaycan Necə gedə bilərik? Biz irtiza ilə Azərbaycan- getmir. Rusun da bu günləri əməli qarnası göz qabağında. Ondan sonra bizim də demək ki, və məsələn, biz özəlliklə Azərbaycan gəlişmiş dünyaya bir dənə demək ki, can atır ki, o cığırı keçsin. Əvvəldən də, hətta bu istiqlalı bərpa edəndə də və demək ki, bu cümhuriyyəti quranda da. Ona görə də Azərbaycan bu işə can atıbdır. İndi İran adlanan yerdə biri də çıxıblar ki, ay demək ki, bilirsiniz nə var? İmpoze edəyirlər, istəyirlər bir şeyi, əslinin yerinə bir dənə başqa şey. Və istəmirsiniz bunu. Və bu da, gədə bu da sənə də Türk prezidenti verək. Deyək, Türk prezidenti verdim mənə, aparıb taxtaya qoyacağam. Nə iş görəcək? Çıxsın da demək ki, o günlərin elə bu tribunadan dedim. Urmiyədə keçən ay 2 dənə qardaşın bütün barmaqlarını kəsiblər. Oğurluq edib, kimin oğlu öyrəyən adalanan yerdə? Başqa oturan oğludur. Milyardlarla. Ona görə indi 3 nəfər qardaş, 3 nəfər növbədədir, Urmiyədə aparatları da göstərirlər, bunların da barmaqları buradan kəsiləcək. Dünya harazdır. Və demək ki, qadınlar demək ki, növbəyə dururlar, xanım edama, növbəyə dururlar, adları ilə dünyaya elam olunubdur. Və sıx qabağını al da. Və dünənləri demək ki, keçən həftə içində Bəluçistanda 70-80 nəfər edam ediblər. Və bu maşının, bu ət maşınının qarşısını kim alacaq? Ona demək ki, sən biri daha demək ki, olmayacaq, çıxacaq. Deyən də mən prezidentəm, icraya qüvvəsinin başı mənəm. Gətiriblər dünənləri, dünən deyirəm. Gətiriblər bir dənə adamlayan polis var Radan adında. O qadın məsələsində də bu o qədər adam öldürdü. Və adam qalmayıb bu qırıb. İndi o polis rəisi. Xameneyi işit darısqal yerə düşəndə bunu göndərir. O hamı ona nifrət edir. Gətiriblər onu yollayıblar məktəblərə. Demək ki, təhsil naziri ilə o adam oturub təhsil naziri deyir ki, mən də sənin nökərlərindən birindən. Bu adama polis rəisinə deyir. Və polisi gətirirlər məktəblərə. Deyir, gördülər ki, heç yandan əlac olmur, bu örfədir, bu çadradır, bu hicab dediyini əlac eləyə bilmirlər. Dedilər, mədəni yolla bunu həll eləyəcək. Gördü, həll olmayıb. İndi deyir, polis gəlsin otursun məktəbdə, İnqilab Qvardiyası gəlsin otursun məktəblərdə. Və İran adlanan yerdə nədir? Şüllü büyünlər demək olar ki, İran adlanan yerdə eğitim sisteminin hamısı ayaqdadır. Zindana gedən gedir, müəllimi falan. İndi birbaşa ayaqdadılar, hamısı durublar ki, etirazlar. Niyə bunları söhbət eləyirəm sizə? Yəni, məsələ budur ki, bir adına, bir güllə, deyək ki, bunu da güllə, bir güllə nə yaz olar, nə gülüstan olar, elə deyil. Bu Azərbaycanda belə görünür ki, İran adlanan yerdə bir dənə demək ki, ay demək, Türk prezident gəlib. Xameneyi də, aşki, valla, billah, bu Xameneyi Türkdür. Dədəsi Cavad da Türkdür. Evləri də Təbrizdə qalır. Onunla, atasının da bibisi də Şeyh Məhəmməd Xiyabanının arvadıdır. Ona görə özləri, o Xameneyi də çıxanda deyildi ki, mən bədəmdə Türkdür. Var filmlərdə var, filanı da var, filanı da var. Bağırı da Genel Qurmay Başkanı, Bağırı, o qoşunu kərdəvə gətirir, bizim sınırda dayanır, deyəcək, başını füzüyə bağlayacaq. Valla Türkdür də. Türk mahiyyətcə Türk deyil də, Türkün düşmənidir. İndi məsələ budur. İndi baxırsa bir cümlə sual. Necə oldu ki, İran içərisində, bax bu bizim əziz bacılarımızın adını çəkdiniz, traktor azarkeşlər olsun, uşaqlar olsun, böyüklər olsun. Necə oldu ki, nədən qaynaqlandı ki, bu qədər açıq türkçülük etirazları keçirilir? Yəni, necə olur ki, bu baş verir. Tehran əslində onlara qarşı ən acımasız şəkildə mübarizə aparmalıdır. Mən bir cümləni sevim, xanım. Buyurun. Sizinlə bizim, bütün Azərbaycanın, Azərbaycan millətçiləri layiqdirlər, dünyavisidirlər, onunla modernidirlər, burası aydın, səbirlə. Səni burada biri işgəncə eləyə, mənim işgəncəgərim yaxşı məni demək ki, işgəncə eləyir, nə olsun ki, dırnaqlarımı çəkir, nə olsun ki, demək ki, məni işgəncə etdir, ipi mənim boğazıma o salır, nə olsun ki, hansı irticası bir rejimə xidmət edir, eləncə bizim türkümüz yoxdur. Elə bu işgəncəgərdir, bu məhkəməlidir, bu getməlidir. İran adlanan yerdə bu günləri bəluçular da savaşır, amma tapanca ilə tüfəng yoxdur. Keçən həftə içində qırdılar, onlar da qırır, bunlar da. Ərəblər silahla savaşırlar, demək ki, orada. İndi bu Kürtlər də hərəsi gündə bir havadadılar. Aydan belə filan. Bunlar ki, elə Türkləri düşman görüblər, sözüm onda yox. Başqa millətlər də külli İran adlanan yer, hamısı indi deyir ki, ayaqda külli İran. Qadınlar da, mən adlarını istəməyəni çəkəmlər. Sonrasından hamısı ayaqdadır, rejimi əndirək. Rejimi əndirət, deyilər İran da gedir, rejim də gedir. Azərbaycanın bir idəsi buradan atılır oradan, hədə yox, biz İran adlanan yeri bütövlüyünü biz qoruyacaq, yox, demokrasi gətirəcək. Sənə nə düşübdür? Sənə nə düşübdür? İndi məsələ budur ki, Azərbaycanın xanım, Aycun xanım, bir şey deyim ki buna, Azərbaycanın və İran adlanan yerdə və bu bölgədə, bu bölgəni mən deyirəm. Qafqazların güneyindən tutmuş, Orta Doğudan tutmuş filan, ən demokratik mücadiləni, mübarizəni Azərbaycanın güneyində bizim millət aparır.
Neçə il içindədir, siz də bilirsiniz, bu işlə məşğul olursunuz. İstər Urmiya gölü məsələsi ilə bağlı, istər Azərbaycanda millətimizi təhqir elədilər, taraqqana oxşatdılar özləri kimi. Ondan istər ki, bu çeşitli məsələlərdə yüz minlərcə Azərbaycanlı çıxdı, kimsənin burnuna qanamadı. Rejim tutu yapardı, işgəncə edildi, aslı, işgəncə öldürdü. Amma bir dənə balaca tiyə, pısaq da tapa bilmədilər bu millətə. İndi də bu millət çıxır futbol meydanında, qızlar gəlir, özləri açır yollar gəlir. Hamısı sivil yolda. Hamısı mədəni yolla. Bu mücadilə demokratik, mədəni bir demokratik yoldur. Öz sloqanı ilə, öz dili ilə dil deyirlər, şuar verir, bayraq çıxardır. Bunlar da qarşısını ala bilmir, ala da bilməyəcək. Gün keçdikcə bunlar da bilir ki, indi biz deyəndə deyirlər ki, aşı özləri millətli o deyirlər, elə deyil. Onlar bilir orada bir nəhəng yatıbdır. Bunu Amerikası da bilir, bunu İsrail də bilir. Ona görə istəyirlər ki, tez ora bir dənə ay kurdlardan burada sekular dövlət yaradacaq. Çox bunlar moderndirlər, yaxşı oynayırlar filan elə. Siz nə deyirsiniz? Elə söhbət yoxdur. Elə söhbət yoxdur. Azərbaycan İsraildə gedər səfirlik açar, asır, dövlətimizin xeyri olur. Amma bu o mənada deyil ki, siz gətirəsiniz. Çünki Suriyədə orada demək ki, yaradır, oradan üzü viyana demək ki, nə deyirsiniz, əriyəsiz, gələsiz, Ərbildən verib, Azərbaycanın güneyində, Batı Azərbaycanda və demək ki, burada qoluğuza da Kürt dövləti yaradasınız. Biz bunu görürük, mən bunu görürəm və bunu eləyə bilməzsiniz. Bunu nə dost, nə düşman eləyə bilməz Azərbaycanın güneyində. Çünki niyə? Bu rejim gedəcək, bu 100%'dir. Yəni bunun qarşısını da o zat deyil, Trump sözlərində deyil. Nəma İran milləti deyir, bəzi sayaqlayır. İran adında millət yoxdur, özündə nəyə deyirsən sən? İran milləti, nəmfirə boş-boş sözlər deyirsən da, ay çəkilib gəldi, İsraildə də gətirdilər o Pəhləvidən qalan adam, məhkəməlidir, mən şah oğluyum, yoxsun, gözəl, sən şah oğlusan, oldu, qəbul, amma. Deyirsən Dədövün varisisən, şah oğlusan, onda Dədövün cinayətlərinə görə Azərbaycanda 10 minlərcə adamı az günlər içində Amerikanın da belə köməyi ilə, Rusun köməyi ilə öldürüb və məhkəməyə getməlisən. Getməlisən məhkəməyə. Necə ki, 100 ildən sonra... O rejimin, bəli, onun varisisən də getməlisən məhkəməyə. Və yaxud, deyirlər ki, Amerikada 150 dənə, yığıb o xalq mücahidləri deyir ki, 150 dənə kongresmen imza toplayıb, biz demokratıq. Siz demokratsız, bu rejimdən də biz adam yiyərsiniz. Terörsüz və irticasızsınız, mövhumatsızsınız. Avropanın göbəyində də sizin oturuşuğunuz, duruşuğunuza baxanda və İran adlanan yerdə də. Siz cinayətkarsınız. Azərbaycanlılar gəlib deyəcək ki, sən götür dədə babamın qatilini, Azərbaycanı məhv eləyənləri, Azərbaycanı talan edənləri, Azərbaycanı Ruzcarın üstündən necə sovet silmişdi ki, bacara bilmədilər, sümük kimin qaldı boğazlarında. Ona görə ki, bizim dədə-babalarımız Məhəmməd Əmin bəy Rəsulzadə, ona xorbaxanlar, onun qanıdır, bugünə çıxır, mən bir sürüdə tapmışam, onun komandasında kimsə də belə olur, elədir, o komanda, o cümhuriyyəti, o 23 aylıq dövləti qurdular və bugün biz cümhuriyyət kimin, Azərbaycan kimin var, dövlətimiz var. Başı yaşağa döyürür, niyə? Deyir, millət olaraq, Azərbaycanlı olaraq, Türk olaraq və bir şey də var. Və xoşbaxlığı ondadır ki, bu günləri varla, dövlətlə 200 ildən sonra bu Rusu çıxartmışıq buradan. Dövlətimiz, millətimiz, ordumuz 200 ildən sonra altın körpü Azərbaycan deyildilər. Hayan oluruq Türk dünyasına, hayan oluruq göz qabağındadır. Günün siyasəti göz qabağındadır. Ərsin bəy Tatara deyir ki, qardaş, mən səninlə dayanmışam, sən qorxma, mən varam. Bu demək deyirsən, bizdə belə var da ədəbiyyatda, sən dədə qura deyir ki, səsin gəlsin, qardaş, səsin gəlsin. Bu darısqal zadda. Yoxsa kimsə Rus qapalı, səhəsə Türkiyə dirsəyə görsədəcək, sabahları hansı kimin sazı ilə oynayacaq, deyirsən ki, biz nə millətimizi unudarıq, nə topraklarımızı. Dövlət adına Qırğızistan var, dövlət adına Qazaxıstan var, Birləşmiş Millətlər Təşkilatında. Kimlər gəlib gedər, amma bu dövlətlər vardırlar. Amma demək ki, Azərbaycanın amma bir çıxıb deyəndə missiyası dövlətdir, missiyası millətdir, onu gerək götürürsün, göz qabağındadır da, bu göz qabağındadır. Və bugün Azərbaycanın güneyində də hamı bilir. Oturub tarixi deyəndə, Acım xanım çox özür istəyirəm. Deyirlər, aynən Mikoyan, ay filan kəs gəldilər, Stalinin qulağına girdilər, ay bu Azərbaycanın güneyi də bağımsız olsa, burada demək ki, bir 15 milyonluq, 10 milyonluq Türk dövləti yaranar, Türkiyə demək ki, burada laf güclənəcək filan. Deyirsən ki, elə o bugün də o eyni fikirdədirlər hamısı. Həm Putin də o fikirdədir, Tehran rejiminə kömək eləyir və hansı oyunlarla məşğuldur. Həm demək ki, Putin dədəsini yatıb yuxuda görübdür, Lenini yuxuda görübdür Moskvada, Aşura, Məhərrəm günlərində deyir, adə döyünə, Moskvada müsəlmana baxa qutarandı. O, demək ki, Fiyotrun, dəli Fiyotrun vəsiyyətləri də var, filanı var. Deyirsən, bunlar başqası. Tehran rejiminin cicibazıdır. İndi də Abbas Əraqçı, durub qasır tez zadın yanına, Putinin yanına, neyniyək, qardaş biz, kommunistsin, bəlkə nə kimi dediniz, kafirdirlər. İran adlanan yerdə günahsız insanları kommunist adına tutuz asılız. Minlərcə, 10 minlərcə qızları zorladınız, kafirdir, bunun əti
hələldir, cani halaldır. İndi qaçırsınız Şin Cibinin yanına, qaçırsınız Putinin yanına, halal oldu, təmiz oldu bunlar. Hardan oldu bu? 200-də bu Rus bizim başımıza tay nələr gətirməyib ki, amma bunlar Amerikada, bunlar bu doğuda da bilirlər ki, 40 milyon orada var. Bu Amerikalılar, generallar vaxtı ilə. Yəni görüşləri və dəfələr də demək ki, orada kongresdə də ondan sonra rəsmilərlə görüşən ki, elə siz bir müstəqil olacaq, savada birləşəcək. Əlbəttə birləşəcəyik. Və neyniyəcəyik? Dünya belədir. Əlbəttə birləşəcək. Heç kəs də qabağını ala bilməyəcək. Necə ki, hələ 1989-da Əliyalın bu millət, o tay bu tayda Əliyalın bu millət. Nədəysə o tikanlı məktublara cumdu bu millət. Gəldi, ay baxmadı Tehranda bir rejim var, hələ Sovet hələ qalır, hələ filan millət cumdu. Çalışırlar, bu 30 ildə ki, 30 ildən artıqdır, çalışırlar ki, beganələşdirsinlər. Amma Azərbaycanın güneyində durur, o bilir ki, səni bu Azərbaycan bayrağı ilə, Türkiyə bayrağı ilə tutsa, səni aparacaq zindana, səndən əl çəkməyəcək, işindən bütün millətimizin telefonlarının üz qabığı ya Türk bayrağıdır, ya Azərbaycan bayrağıdır, ya Bozqurd şəhərəsidir. Dünənə kimi özün şahid olubsan, görürsən. Dünənə kimi hamı bizi ələ salırdı filan deyirdi. Bozqurdadır, nədir? Bozqurdadır. Avropanın xoş gəlmir. Baş xoşu gəlmir, gelsin başı zuvas olsun. Məndən xoşu gəlmir. Özləri itdən, pişikdən, atdan, qatırdan filandan. Biz bir dənə böyük millətin demək ki, simgəsidir. İndi amma bu yerə durdu bir dənə şapalaq vurdu o qızlar, o cavan qızlar, o əzizlər. Onun hamı da qalır. Kim görəsən bunları? İran adlanan yerdə bir dəfə. İçindəki milli ruh. İran adlanan yerdə bu İslam inqilabından qabaq Məhəmməd Rza sakit, hər şey yerində, şah-şahdır, ququş da oxuyur, kef-kefdir, hamı simir. Lafdan bir də gördülər ki, bir il bu inqilabdan qabaq Təbriz yandı, banklar yandı, hər şey. Biri də şah çıxıb dedi ki, bunlar komünistlərin işidir. Vallahi sizə ki, xaricdən gəliblər. O birisi də yox, şahın öz işidir. Hamısı qaldıracaq. O millət idi. O millət idi ki, şuurlarda qalmışdı, sən cinayət yaradırsan burada. Və bu gündə də Azərbaycanda da bu millət bilir Kürdü kimdir, bilir Mallacığazı kimdir. Gördün necə qaçdılar, Kürdlər yox oldular, toz qaç. Bə dedim, sən Urmiyədə soğunluqsan, bə niyə qaçdın? Sözün vardı, gəlib deyirdin də. Yoxsa Klaşenkovu burada gizlədəcəksən. Bombalarına, minanla burada gizlədəcəksən. Sonra gəlirsən, verəcəksən o qızları qabağa, ninaşdan oynayacaqsan. Zəncinə azadi deyərək əldə üzədir ki, İran adlanan yerə qadınlara azadlıq gədirirsiniz. Başını duvara vurursunuz, öz Kürdləriz o qadınları, qızları qırmıyız hələ. Sən lazım deyil biz azad edək. Bu qadın Türk dünyasında həmişə azad olubdur. Həmişə də azad. Ona görə də bu gün bilirlər ki, bu İran adlanan yerdə bir zərrə silkələnibsə, külli millətlərlə də, xanım, mən görüşürəm. Demək ki, ərəblərlə də, bəluslarla da, türkmənlərlə də, mənim Kürdlə heç vaxt. Kürdü mənim bəbəklərimi öldürən. Mənim demək ki, bugün toprağıma gözünü tikən. Niyyətlərini bilir hamısı. Mən demirəm, düşman gəlin buradan sağ. Yox. Amma deyək ki, addımızı demək ki, dəng atmırsınız. Tehran rejiminin quzağına oturursunuz, başqa yerləri. Türkiyəni qarışdırdınsa, Türkiyə qarışsansa, mənə qarışsan. Və bu günləri Azərbaycanın güneyində də, Batıya Azərbaycanda at oynada bilməzsiniz. Bunu millət bilir. Millət də cavabını verir. Millət bilir, sən o dağlardan qaçaq çay gətirəndə, tuman köynək gətirəndə içində silah gətiribsən. Və bu da görünür. Yoxsa gələcəksən, halay çəkəcəksən, Fars televizyonları, xaricdən görür, sən bayramdır, Novruzdur, nə qəşəng halay çəkir qadına, keyfdir ki, bura. Saçların elə deyil, hazırlıq görürsünüz. Amma Azərbaycanın güneyində dünənləri demək ki, Sulduzlar bu Kürdlərin yaratdığı cinayətlərin il dönümü idi. Siz orada, xanım, onların məsələsi mən o dönəmi yaşamışam. Amma hələ indi durub oxuyarsan, hələ də gizlədirlər. Gör, nələr gətiriblər bu millətin. Onların üzünü o vaxt gör. Onların üzünü vaxtı ilə şəqqaqlar kimi Təbrizə girəndə gör. Gör, bunlar nə qədər cinayətçilərdir, nə qədər rəhmli. Yox, indi deyilər, çıxıblar deyilər, biri də xəstələnib Türkiyədə, biz çox insan sevərik. Elə deyildi. Elə deyildi. Türkiyədə sokaqlarda qırdı cozuqları. Ondan sonra da adamlara, hocalara, qızlara, qadına, özünkilərə rəhm eləmədiniz. İndi o cavan olubdur, demək ki, məzlum olubdur. Elə söhbətlər yoxdur. Biz də hazır olmalıyıq. Hazır olmalıyıq. O deyir ki, biz keçib gələcək Ərbildə bomba qoyacaq. Elə söhbət deyil. Məsələ burada hazır olmalısan ki, deyirsən ki, bunlar sabahlar olub. Azərbaycanda dəfələrlə bunu eləyiblər. Çünki niyə? Bunların arxadan, bunların belinə əl salan, bunlara fitva verənlər var. Bunlar da bir dənə zıqqılı xeyirlərinə görə belə demək ki, qanaların da demək ki, quyuya salarlar. Ona görə də bu günləri, bu hərəkatda indi siz deyirsiniz, ay adı gətiririk, adı nədir, siz demirəm, misal üçün. Ay adı nədir, bu Pezeşkiyan, bu Fuzvəndiyan quşqondurmazı gətiririk Azərbaycana. Yoxsa Rəfsəncan da gəldi getdi, bütün zərərləri ilə 7 rayonumuzda dalıca getdi. Əhmədi Nəcad da gəldi getdi, sonrasından Kuftagondan, heroindən, qazlardan, silahdan doldurdular filana. Sonrasından o birisilər də o cür. Axırda da Azərbaycan prezidenti gəldi, adı nədir, Rohaniyə, özü dedi. Və sonra da bu rəisiyə.
Sonra da rəisin o zadı qaldı bizim əlimizdəki, gedib Azərbaycan sərhədlərinə, indi də bəlli olub, gözləri öldürüblər. İndi o bir-birinin üstünə atırlar, yüksək səviyyədə. Atırlar İsrailin üstünə, sonra indi bir-birinin üstünə atırlar ki, orada adam istəymiş ki, Xameneinin yerinə otura, ağzından qaçırıb, tez başdan eləyiblər ki, filan da bu demək ki, ağzının sözünü dağıdır filan. Azərbaycanın üstünə atırdınız. Onlardan bizə nə xeyir gəldi ki, bu adam hələ, onlar özü hərəsi adam yiyən, hərəsinin ətrafı. Baxın, o da Rohaniyə. Rohani indi 4-cü xət yaradır. 4-cü akın yaradır. Ağzı açılıb gəlib götürərsən. Dəstələniblər, şaqqalanıblar. Gün keçdikcə şaqqalanırlar. Ona görə də bu günləri Azərbaycana ay filan kəs gəldi, filan olacaq. Gəldin nə olar? Gəlsin Azərbaycana, Əhmədinəcada da burada 8-ini pulov verdilər. Bizləri də sokaqlarımızda, küçələrimizdə sürüdülər. Qəşəkdə tapdadılar, apardılar özümü də, pasportumu da değişdilər. Ondan sonra, amma mənim dövlətimin başı sağ olsun. Dövlətimdir, değişik gəlirsən ki. Maşallah, buradasınız Əjdər bəy. Daha o dönəmlər qaldı arxada. İnşallah hər şey millətimiz üçün daha gözəl. Əsas odur ki, onların gözü bu dövləti götürmür. İstəyirlər dövlətə sədəm edir. Onlar kəlmələr qonursun ki, gəl, necə gəlibsən, elə də gedərsən. Nə o tayda, nə bu tayda. Bu milləti allada bilməzsiniz. Təşəkkür edirəm, hörmətli Əjdər bəy, əziz seyircilər. Axşam proqramımız belə başa çatır. Güney Azərbaycan Demokratik Türk Birliyinin rəhbəri hörmətli Əjdər Tağzadə idi bizim axşam proqramımızın qonağı. Sizdən xahişimiz odur ki, həm güneyli, həm quzeyli soydaşlarımız, bacılarımız, qardaşlarımız, əzizlərimiz bu proqramı bəyənsinlər, paylaşsınlar, auditoriyanın geniş olması üçün dəstək versinlər. Və mən əminəm ki, biz millət olaraq özümüz üçün ən doğru yolu olanı, ən doğru olanı bilirik, yolumuzda inşallah özümüz müəyyən eləyəcəyik. Sağ olun, yenə görüşərik.